Cəməm, necə oldu bu? Nəsim Nəbzadəni gördük dünənləri. Siz sosial şəbəkələrdə canlı bağlantı elədiniz, axtarışlarını aparırdınız. Hansı şəraitdə tapdınız? Özünlə bir söhbət elədinizmi? Fikri nədir? Müalicə olmaq istəyir? Yəni gələcəklə bağlı planlar nədən ibarətdir? Famil bəy, demək, asılı xəstəliyi çox təhlükəli, hiyləgər bir xəstəlikdir. Bunlar şans düşəndə belə, ona görə biz pasiyentlərin hər bir pasiyenti 3 ayında çıxardırıq sonra. Lakin yanında bir neçə nəfərlə ki, o fikir buna gəlməsin. Hər bir şəxsə bu fikrin gəlməyi labüddür. Bu normal bir şeydir, asılı xəstəlik. Çünki onlar adi insanlar kimi deyil. Bir növ anormallıq var onlarda. Yəni fikir onlara başqa cürə, ani bir fikir, qaçacaq. Oturur. Ona görə də Nəsim bəydə götürdüm, çıxartdım, ani bir fikir gəldi. Qurtuluş Reabilitasiya Mərkəzi. Həyata dönüş buradan başlayır.